Bütün qadınları 8 Mart bayramı münasibətindən təbrik eləyirəm. Mən çox istəyərdim ki, biz bu günləri qadınların çiyninə onlara aid olmayan yükləri qoymayaq. Qadınları zəif kimi yox, zərif kimi görməyi və qorumağı bacarmalıyıq. Bu günləri qadın ucalığında qalmalıdır, qadın zərifliyində qalmalıdır, qadın gözəlliyində qalmalıdır. Çünki bayaq dediyim kimi bir millətin qadını xoşbəxt deyilsə, o millət heç vaxt xoşbəxt ola bilməz. O cəmiyyət sağlam cəmiyyət ola bilməz. Çünki qadın həyat vericidir. Baxın, ad günlərimiz olur, hərəmizə hədiyyələr verirlər də. Biri kitab alıb gətirir, biri nə bilim bir tort alır gətirir, biri bir qələm alıb gətirir. Amma ananın hədiyyəsi nədir? Ananın hədiyyəsi ömürdür. O bizi ömür verib. Və bu ömrün bir saniyəsini kimsə kimsəyə verməz. Amma qadın ömrünü daima, bütün ömrü boyu ailəsinə verir, ocağına verir, balalarına verir. Sağlamlığını, gəncliyini, gözəlliyini ailəsinə, ocağına qurban verir. Əslində belə baxanda bunların özləri üçün yaşamağa heç vaxtları qalmır. Gözləri üçün yaşasınlar bu ömürlərini. Əvvəl belə deyək də, ailə üçün yaşayır, sonra balaları üçün yaşayır, sonra nəvələri üçün yaşayır, sonra nəticələri üçün yaşayır. Bütün ömrü boyu qanadlarını gərib ocağının, ailəsinin, balaların üstünə. Ona görə də deyirlər, ha, qadın müqəddəsdir, qadın doğrudan da müqəddəsdir. Qadın Tanrıdan sonra həyat verici varlıqdır. Qadın anadır, qadın bizim qızımızdır, qadın bacımızdır, qadın gəlinlərimizdir.